Bugün 7 sınıfı ilə oyunla ümumiləşdirici dərs keçirdirik. Bu ümumiləşdirici dərsdə suallardır və suallar qruplar üzrə keçiriləcəkdir. Hər qrupdan sona kim qalacaqdır, onların arasında da ümumi yarış keçiriləcək. Başlayaq. Qılavı. Elbrus vulkanının hündürlüyü nə qədərdir? 5,42. Doğrudur, əyləş bir pilot. Kobe şəhərində nə qədər insan yaşayır? 3 Minus. Xeyr, 10 milyon. Yer qabığında hansı qatlar var? Yer qabığının hansı yerləri var? Yox, o yerində axır qatlardır. Yer qabığının özünün qatlarını istəyir. Kontinentin altında olan. Bazalt, qranit, çökmə. Mütləq mümkün nədir? Yəni hər bir koordinatın mütləq şəkildə göstərilməsi. Dəqiq yəni. Bəli, doğrudur. 2 plus var bu sırada. Azərbaycan dəmir yolu hansıdır? Bilirsən? Bakı, Tbilisi, Qars. Hicat, buyur. Oxu. 6 mindən çoxdur. Oxu da. Singapurun əhalisinin sayı nə qədərdir? 6 min yox. 6 milyondan. Ay sağ ol, aferin. Bu sırada 3 tane pilotumuz var. Düzdürmü? Düzgün cevap verənlər əllərini qaldırsınlar. Yer qabığının ən qalın yeri hara uyğun gəlir? Hardadır? Haradır konkret? Kontinent. Hansı dağdır? Himalay. Bəli. Usta seçirəm. Fərqi yox. Strokkur geyzeri harda yerləşir? Reykjavik. Hardadır? Hansı ölkə? Reykjavik hansı ölkəydir? Qəbul edirəm, yaxşı. Reykjavik şəhərində İslandiyadadır. Tamam. 2 pilotumuz var. Kobe şəhərində dəhşətli zəlzələlərdən biri nə zaman baş verdi? 1990. Nə var? 1993. Yox. Minus. Dünyadakı ən böyük palçıq vulkanı hansıdır? Bilirsən? Əzmə. Bilmirsən. Torağay, Azərbaycanda. Mən çatışım. 2 pilotumuz var hələ ki ikinci sıradan. Xarici nüvə nəyə görə ərimiş? Ərişə haldadır. Ərikdə haldadır. Mən çünki isti deyil. Yox, daxil nüvə daha istidir ona qalanda.